Salam aleykum değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində bax gördüyünüz kimi asfalt yolun üzərində gözəl, tam təmirli, səliqəli, qiyməti 85 min Azərbaycan manatına olan mükəmməl bir həyət evimizin çəkilişinə gəlmişik. Əlbəttə ki, Ayşə xanımla birlikdə hamınızı salamlayır. Salamlayıram dəyərli izləyicilərimiz və belə deyək də qərib ölkələrdə yaşayan həmvətənlərimiz. Hər birinizə Azərbaycana sağ-salamat dönüb gəlməyi nəsib qismət eləsin Allahımız inşallah ki. İnşallah bu arada biz də bu belə deyək təriflərə şərikik. İnşallah dostlar, Allah hər kəsi belə bir gözəl ev nəsib eləsin. Çox qəşəng bir evdir, səliqəli bir evdir. Sona qədər izləyib kanalımızı xahiş edirəm. Abunə olmağı da unutmayın. İnşallah. Və bunu da izləyicilərimizə deyim ki, Rövşən bəy üzrü birin sözünüzü bandan kəsim. Dəyərli izləyicilərimiz, bax, nə görürsünüzsə biz çəkib silmək yoxdur. Ay bu pis tizcü silirik yoxdur. Nə görürsünüzsə orijinal şəkildə çəkirik, paylaşırıq. Olduğu kimi. Kanalı bizdə nə varsa, odur. Həmişə necə işləyib, elə də işləyəcək. Bizə fiktiv şeylər olmur. Nə var? Reallıqla göstərir. Dostlar, gəlin bura. Evimizin qaz sayğacı, işıq sayğacı, su sayğacı, hamısı yəni qoşa-qoşadır. Reallıqla özünüz də görürsünüz. Evimiz balkon sistemlidir. 3 otaq, 4 otaqdan ibarətdir. 135-140 kvadratlıq evdir dəyərli izləyicilərim. Evimizin sağına, soluna, böyrünə, başına, hər yerinə keçid var. Yay olduqda isə gözəl üzümləri, nar ağacı, səhləri və belə bir bu səhv eləmirəmsə ya badam ağacıdır ya gilas ağacıdır. Dostlar, bax belə bir gilas ağacına kimi hamısı da tumurcuqluyub özdə. Bu gün sabah hamısı ləçəklənib, çiçəklənəcək. İnşallah ki, Allahın izni ilə. Dostlar, evimiz çox mükəmməl evdir. Evin içinə keçəcəm təqdimatına. Keçməmişdən əvvəl istəyirəm ətraflı həyatını sizlərə təqdim edəyəm Ayşə xanımla birlikdə. Gəlin bura. Evimizin dəmir rəşotkaları var. Ev qoşa daşdan ibarətdir. Kombisi bütün minutqası ayrıdır. Su bakımımız var. Dövlət suyudur. Pastayanlı var. Əlavə də su bakı qoyulub. Evimizin böyrünə, arxasına keçmək olur. Hətta burada kababsa tutmaq üçün belə bir odunlarımız, adımız da yığıb, gətirib qoyubdur. Bunlar qalacaq evin içində şübhəsiz ki. Nə var saxlayırlar evdə. İnşallah dostlar, belə deyim də, kim bu evin sahibi olsa, xeyrisi ilə otursun, ona toy nəsib olsun inşallah. Amin inşallah, amin. Vallahi bərəkətli bir evdir. Geniş ailələr üçün, yeni ailələr üçün fərq eləmir. Çox abad bir evdir. Yəni gedib 150 min, 160 min verib ev alana qədər mən sizə 85 minə ev göstərirəm. Ev kimi evdir. Yəni bunu bəyənməmək əldə ola bilməz. Sadəcə olaraq xahişim budur sizdən. Nədir? Nə olar? Bu videonu gördünüzsə, bir dənə səhifələrdə paylaşın. Bir dənə özünüz WhatsApp profilində paylaşın. Çox xahiş edirəm sizdən. İnşallah kəşfiyyata düşsün. Evimizin dəmir rəşotkaları, belə bir balkonu var. Burada istəsəniz belə artırıb, qabağı pulunu artıra da bilərsiniz. Sizin əlinizdədir. Yəni nə ürək istəyir elə. Basketbol oynanır da, yəni kimizə lazımdır. Yəni hər şey hazır bir vəziyyətdədir. Kakpolojla ev əşyalı qalır. Əşyalar evin içində qalır. Bir dənə evdən elektronika götürüləcək. İnşallah keçəcəm evin təqdimatına. Sizlərlə Ayşə xanım da burada sözünü desin. İzləyicilərimiz, hər birini salamlayıram. Evimizin təqdimatına keçirik. Ya Allah deyirik. Məncə bu bir fürsətdir və bunu qaçırmayın. Mən istəyirəm əlaqə nömrələrini deyim, elə gedim Rövşən bəy. Buyurun. 051 452 60 dəyərliniz Rövşən bəyin əlaqə nömrələri 055 570 96 40 Ayşə xanımın əlaqə Ya nömrəsidir. Allah deyirik, içərinin təqdimatına keçirik. Çox sağ olun Ayşə xanım. Deməli, keçək evimizin içinə, dəyərli izləyicilər. Evimizin polu elə bir pol deyil, parketdir, gördüyünüz kimi. Yəni evimizin bax giriş hissəsi koridoru. Mükəmməlin üstündədir. Mükəmməlin üstündədir. Kombisi, radiatorlar qalır. Çox şeylər saxlanılır. İşıqlı olmağına koridor çox işıqlıdır. Buradan belə bir giriş qapısının panoramik olmağı çox əladır. Evimizin hələ bu sanitar qovşağına bir dənə baxın dostlar. Sizin gördüyünüz bəzi evlərin yəni ancaq yataq otağı, zalı bu boyda ola bilər. Yəni bunun sanitar qovşağı bu boydadır. Çox geniş, iridir. Səliqəli evdir dostlar. Evimizin daxil oluram otaqlarına. Bir dənə bu mətbəxinə baxın dostlar. Otaqlara girməmişdən əvvəl bir dənə xanımlar. Mətbəx necədir? Yəni bir otağa bərabərdir yoxsa yox? Geniş bir otaqdır yoxsa yox? Yəni bunu Allah yana danışaq.
Haqqına deyək. Evimizə söz yoxdur. Ha, ev mükəmməl. Qoxuna mebeli, əşyalar var. Bunlar hamısı qalır evin içində. Heç də götürülmür. Elektronikadan başqa. Təkrar edirəm. Deməli, evimizin bax belə bir qəşəng geniş iri zalı. Dostlar, super səliqəli. Əşyalar götürülmür. Hamısı qalır evin içində. Yəni necə lazımdır. Hər bir şey təptəzə, yeni. Yəni cehizlik demək olar mallardır dostlar. Hər şey bahalı alınıbdır. Heç bir şey ucuz alınmayıb. Yəni çox səliqəli bir evdir. Evimizin koridor işıqlanması. Sonra yataq otağına bir dənə keçək dostlar. Yataq otağı geniş. İstənilən burada mebeli rahat bir formada dostlar yığmaq olur da. Yəni nə desən burada mebel gətir yığ. Çox səliqəli, böyük, geniş, iri, mükəmməl bir evdir. Sonra keçirəm uşaq otağına dostlar. Yəni uşaq otağı da çox səliqəlidir, genişdir, necə lazımdır. 2 dənə uşaq rahat kravatı buraya yerləşdirilir. İstəyən olsa valla üçüncünü də bura rahat bir formada yerləşdirmək olar. Məncə gəlin bu şansı əldən qaçırmayın. Həm uşaq otağı və bunlar da götürülmür. Bu mebellər də hamısı qalacaq evin içində. Heç nəyə əl vurulmur. Yəni uşaqlar üstündə hazır mebel, yataq dəsti hamısı öz qaydasında. Qiymət 85 min. Real alıcılara cüzi endirim olunacaq. Qazı var, suyu var, işığı var, bütün kommunallar hazır. Sənədlər də ki, fərdi yaşayış üçün verilən çıxarı sərəncamıdır. Notarial qaydada gedəcək, alqı-satqı eləyəcək. Ən əsas nədir? Kommunallar, onlar da hamısı öz yerində. Real alıcılar, buyurun ətraflı məlumat üçün zəng eləyin. Səhifədə görürsünüz, nömrələr də var, qiymət də qeyd olunur. Yəni hamısı qeyd olunubdur. Ətrafdakı qolum, qonşu, yəni hər yerdən dostlar yaşayış var. Yəni necə lazımdır, səliqəli də bir evdir. İnşallah Allah olmayanlara nəsib eləsin. Xeyrisini nəsib eləsin. Yəni buradan işıqları da söndürüm dostlar. Ya Allahın adı. Aha. İşıqları da söndürdük. Vəssalam. Çıxaq. Evdə yaşayışlı ev. Yəni real alıcılar təcili tələssinlər. Xeyrisi Allah'tan olsun inşallah. Dostlar, sağ olun, var olun. Gələn görüşmələrimizə dək. Allah hər kəsə xeyirli ev nəsib eləsin. Amin.